Bir direktoru seçmək nədir ki, onun üçün bu qədər prosedur həyata keçirilməlidir? Elm və Təhsil Nazirliyinin məlumatına görə bugün 600 məktəbdə direktor vəzifəsi boşdur. Milli Məclisin növbəti plenar iclasında bu məsələyə, həmçinin dövlət qulluğuna hazırlaşanların üzləşdiyi çətinliklərə toxunulub. Müzakirələrdə daha hansı məsələlər diqqət mərkəzində olub? İzləyək. Plenar iclasda öncə 8 noyabr Zəfər gününün 5-ci il dönümü ilə əlaqədar bəyanat qəbul edildi. Suverenliyimizin bərpa olunması, torpaqlarımızın işğaldan azad olunması, beynəlxalq hüququn Azərbaycanın öz gücü hesabına bərpa olunması bu dövlətimizin gücünü və qüdrətini göstərir. Bölgəyə sülh gəlir, əmin-amanlıq gəlir və bu sülh əmin-amanlığın da memarı, tərəfdaşı Azərbaycandır. Bəyanatın da hər bir müddəasında göstərildiyi kimi Azərbaycan 30 illik işğala, təcavüzə, öz gücü ilə, öz ordusunun gücü ilə, öz xalqının iradəsi ilə qalib gəldi və bütün dünyada zəfər çalmış bir ölkə olaraq qəbul edildi. Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa qeyd etdi ki, məktəb direktorluğuna namizədlərlə bağlı kadr bankı formalaşdırmaq lazımdır. 600 məktəbdə direktor vəzifəsi boşdur. Direktor seçimi üçün hər dəfə yeni metodologiya tətbiq olunur. Halbuki məktəbdə rəy sorğusu keçirib 10 ildən çox təcrübəsi olanlardan birini direktor təyin etmək olar. Millət vəkili həmçinin xaricdə təhsil alan tələbələrin ölkəyə qayıtdıqdan sonra iş tapmaqla bağlı yaşadığı çətinliyi dilə gətirdi. Xaricdə 100 milyonlarla vəsait biz xərcləyirik və tələbə yetişdiririk. Qayıdıb gəlirlər, böyük əksəriyyəti işlə təmin olunmur. Özləri təşəbbüs göstərməyincə, valideynləri ora-bura, o biri qapını döyməyincə bundan maraqlanan yoxdur. Dövlət qulluğuna hazırlaşanların üzləşdiyi çətinliyə isə Razi Nurullayev diqqət çəkdi. Onun sözlərinə görə gənclər dövlət qulluğuna girmək üçün illərlə hazırlaşır, imtahan verir, yüksək bal toplayır. Lakin yenə də işə qəbul oluna bilmirlər. Bu artıq fərdi yox, sistemli bir problemdir. Dövlət qulluğuna qəbul prosesi formal olaraq ədalətli görünsə də, reallıqda bir çox hallarda imtahan balı işlə təminata çevrilmir. İnsanlar düşünür, əgər yüksək bal yığmaq belə yetərli deyilsə, bəs nə lazımdır? Bu sual təkcə həmin gəncləri deyil, bütövlükdə cəmiyyəti narahat edir. Əgər imtahan və bal obyektiv meyardırsa, niyə yüzlərlə, bəzən minlərlə gənc ehtiyat kadr siyasında illərlə qalır və iş tapa bilmir? Digər tərəfdən çox vaxt həmin vəzifələrə tanışlıqla ya da daxildən yönləndirilən şəxslər qəbul olunur. Bu ədalət prinsipini, dövlətin nüfuzunu və gənclərin inamını ciddi şəkildə sarsıdır. Bu problemi həll etmək üçün birinci növbədə imtahanı keçən hər bir namizədin yerləşdirilməsi üçün şəffaf mexanizm olmalıdır. İclasın gündəliyinə daxil olan qanun layihələri səsə qoyularaq qəbul edildi. Gündəliyə ümumilikdə 11 məsələ daxil idi. Məleyn Qlablı, Əzzəzov, ATV Xəbər.